Bir daha Egiz bəyin də yanında təşkilatçı olaraq, meydan sahibi olaraq Şəfa klubuna təşəkkürümüzü bildiririk. Bu cür təşkilatçılığa görə, yəni 2-ci liqa səviyyəsində mən düşünürəm ki, 2-ci liqanın üstündə bir təşkilatçılıq gerçəkləşdi və bu qədər azarkeş gəldi. Və bir daha Egiz bəyin simasında təşəkkür edirəm Şəfa klubuna, Peşkar Futbol Liqası adından. İstərdim ki, Şəfa klubunun baş məşqçisi qısaca fikirlərini bildirsin, maçla bağlı, hədəflərlə bağlı, ondan sonra suallarınız olarsa zəhmət olsun. Öncə hər iki klubun azarkeşlərinə təşəkkürümü bildirirəm. Belə möhtəşəm atmosfer yaratmışdılar. Arzu edirəm ki, hər liqamızda, hər tur belə oyunlar keçirilsin. Oyunu qazanmaq olduğumuzu bilirdik. Lakin alınmadı, üzgünük. Ona baxmayaraq qarşıdakı 2 turda çalışıb qələbə qazanıb və rəqibin xal itirməyini gözləyəcəyik. Futbolçularıma təşəkkür edirəm. Əzmlə mübarizə apardılar, çalışdılar. Lakin lider rəqibin oturaraq birinci zonada kompakt müdafiə olunmasını öncədən bilirdik. Onları yarmaq elə də asan iş deyil. Alınmadı bu oyun. Növbəti turlara hazırlaşırıq. Buyurun. Təşəkkür edirəm. Sanki bir səfərdə olmuşuz. Rəqib azarkeşlərin baskısını komandasının təsir. Bunu əvvəlcədən nəzərə almışdıq. Bilirdik ki, belə bir atmosfer yaşanacaq. Çünki Qusarlı azarkeşlərin necə çılğın olduğunu, necə komandaların sevdiyini bilirik. Lakin neynəmək olar? Belə deyim də, o qədər azarkeşsiz meydanda oynamışıq ki, olsun, rəqibin azarkeşləri çox olsun, lakin azarkeş olsun meydançı. Buyurun. Yəni, çempionlu görüşlərdən bir tamamlandı 100-cü liqaya çıxardı. Yəni, yeni görüşün planlarını çizmişsiniz. Çünki hamı yeni görüşün üçün iddialı bir şafa görüşəcəksiniz. Çempionluq hələ bitməyibdir. Qarşıda 2 tur var. Çox inanırıq ki və arzu edirik ki, rəqib xal itirəcək və sonda gülən tərəf biz olarıq. Növbəti sezonla bağlı isə böyük ölçüdə çempionluq oynayacağıq, Premier Liqaya vəsiqə qazanmaqdan ötürü. Bundan ötürü də komandanın çalışacağıq ki, ona uyğun gücləndirək. Növbəti turlarda sizin də Şahtar Qusarın da rəqibi Qusar komandası olacaq. Siz də onlar seçimini edəcək, qədər seçimini verirlər. Yenə vurğulayıram ki, çox inanıram ki, rəqib xal itirəcək hər iki oyunda. Çünki Qusar komandası eyni şəhər olsalar belə, mən düşünürəm ki, onların da arasında rəqabət var. Və axırıncı turda Dinamo elə-belə komanda deyil, zəif komanda deyil. Çox inanıram ki, onlar da baş ağrısı olacaq. Buyurun. Nəticə baxsaq, Premier Liqa təcrübəsi olsa çoxdur. Artıq birinci liqa üçün strategiyiniz olacaq. Onlarla da yola davam güclənmək yoxsa belə deyək də, böyük ölçüdə bir çoxuna vidalaşacaqsınız. Səviyyə Elə deyim, növbəti sezonun özəyin yeni transferlərlə qurduq. Yanvar ayından mən gələndən sonra yeni transfer edəndə növbəti sezonu da fikirləşib edirdik. Amma təbii ki, komandanı gücləndirəcəyik. Çünki qarşıma qoyulan məqsəd çempionluqdur. Elvin Nəsibov 15 nəqrə çox atışlayırlar, təviz etməkləri, amma əvəz edəməz. Səbəbi nə idi? 3 əvəz etmədən, 3 stopdan istifadə etmişdik. Bəli. Sualınız yoxsa təşəkkür edirəm hər bizə. Çox sağ olun. Sizə sağ olun. Təşəkkür edirəm. Sağ olun.